Sosial şəbəkələrdə mövcud təhlükələrdən özümüzü necə qoruyaq mövzunu studiyamızın qonağı ilə birlikdə müzakirə edəcəyik. Studiyamızın qonağı isə kiber təhlükəsizlik üzrə ekspert Fərid Musayevdir. Xoş gördük sizi Fərid müəllim. Biz bildiririk ki, sosial şəbəkələr artıq təhlükə mənbəyində çevrilib. Amma gəlin daha dərindən baxaq məsələyə. Problem sosial şəbəkələrdədir, yoxsa istifadəçilərdə? Əksər hallarda təbii ki, istifadəçilərdədir və bilavasitə istifadəçilərin məlumatların olmaması və yaxud ki, vaxtaşırı özlərində işləməməsinin nəticəsidir ki, bu problem qabarıq formatda günbəgün qabağımıza çıxır. Kimsə kiber dələduzun qurbanı olubsa, bəlli məbləğdə pul itiribsə, çox maraqlıdır ki, hətta biz dəfələrlə onu çəkmək belə istəmişik ki, sənin etirafın digər insanları xilas etmiş olacaq. Amma utandıqlarından, məsələn, nə bunu bildirmirlər, nə paylaşmırlar, nə də ki, simalarını göstərmək istəmirlər. Bu artıq bir psixoloji problemə çevrilir, düzün desəm, və əslinə qalanda orada bir eyib, bir faktoru yoxdur. Bir məsələni də nəzərə almalıyıq ki, burada cəmiyyət olaraq bir-birimizə yararlı olmalıyıq və bir-birimizi məlumatlandırmalıyıq hər hansı bir təhlükə ilə bağlı. Bu da bu faktorlardan biridir. Yəni ki, əgər biz özümüz hər hansı bir dələduzluğun sxematik olaraq qurban olmuşuqsa, nəyə görə də ətrafımızda olan insan, bizə bağlı olan insan və yaxud da ki, olduğumuz cəmiyyətləri məlumatlandırmaq da bir özümüzə borc bilməliyik ki, bizim, mənim tutalım şəxs olaraq başıma belə bir iş gəlib, siz də belə şeylər yəni ki, gözləyə bilər. Ona görə məlumatlı olun ki, başınıza bu cür problemlər gəlməsin. Biz deyirik ki, sosial şəbəkələrin istifadəçi sayı artdıqca kiber dələduzluq halları həm artır, həm də müxtəlifləşir. İndi bizim maraqlı bir araşdırmamız var. Bugün üçün belə deyək də, dırnaq arası ən təhlükəli sosial şəbəkə hansıdır? Yəni, hansı şəbəkədə istifadəçilər daha çox dələduzluq halları ilə qarşılaşırlar? Gəlin birlikdə süjetimizi izləyək, sonra yenidən müzakirəmizi davam etdirərik. Süjetimizi izlədik, özümüz üçün müəyyən bir nəticəni çıxardıq. Amma mən təklif edərdim ki, gəlin son dövrlər şəbəkələrdə ən çox yayılan, dırnaq arası populyar olan dələduzluq trendlərini real olaraq monitorumuzda göstərək və təhlilinə aparaq. Bəzilərinə baxsaq yaxşı olar. Bəli, bəli. Buyurun, keçək monitorun qarşısına. Və bizim ilk fotomuz. Əsas trendlərdən biri saxta kripto sövdələşmə. Bugün bir çoxları məhz bu istiqamətdə aldanılır. Ümumiyyətlə, aldanmamaq üçün burada nəyə fikir vermək lazımdır? Həm də yazılır ki, yerlər məhduddur. Baxın, bu psixoloji manipulyasiyadır. Birbaşa. Elə əsas da psixoloji, belə deyək də, təsir altına düşür vətəndaşlarımız. Müəyyən bir vaxt ayırıb, bir yoxlayın ki, bu platforma, bu realdırmı, mövcuddurmu? Nə vaxt qeydiyyatdan keçib. Əgər hansı bir ciddi şirkət, hansı ki, yatırım elan eləyir və yaxud da ki, qazanc platforması kimi özünü qələmə verir, bunların müəyyən bir ünvanı olmalıdır, müəyyən bir yerləşməsi olmalıdır, müştəri bazası olmalıdır. Yəni ki, biz istənilən bugünkü gündə hansı bir şirkətin, hansı bir qurumun saytına daxil olduğu halda, saytda bunlar haqqında məlumat var. Neçənci ildə yaranıb, hansı böyük layihələrə imza atıb və s. Evdən işləyin, gündəlik əmək haqqı 30 manatdan 300 manata qədər. Ümumiyyətlə, gəlin belə deyək. Dünya təcrübəsinə biz baxsaq, əslində dünyada belə bir təcrübə var. Distant fəaliyyət. Yəni, evdəsən, işin ciddi bir iş yerin yoxdur, amma sən distant bizimlə çalışaraq müəyyən bir qazanc əldə edə bilərsən. Necə bilək ki, həqiqətən saxtadır və ya həqiqətən də real bir təklifdir? Bəlkə doğrudan da real təklifdir. Biz bunu necə öyrənə bilərik? Aydın məsələ ki, bu reklam xarakterlidirsə, bu digər insanlarda da mütləq şəkildə bu cür reklam çıxır sosial şəbəkələrdə. Və yaxud da ki, internetdə bir axtarış eləmək ki, filan şirkət, A adında bir şirkət bu cür iş təklif eləyir. Bundan yararlanan varmı, işləyən varmı, qazanc əldə edən varmı və s. Bir bundan başlamaq lazımdır ki, necə olur, yəni ki, təcrübə tələb olunmur. Bu məbləği nəyə görə, yəni ki, evdən otura-otura hansı bir işi görmək müqabilində sənə hər hansı bir şirkət verə bilər. Və növbəti bizim mövzumuz depozitlər.
Bəli. Depozitlərlə bağlı da böyük problem yaşanır. Bəli. Yəni saxta depozitlər. Bununla bağlı istərdim siz də fikrinizi söyləyəsiniz. Hər bir biznesin, hər bir yatırımın müəyyən bir qazanc gətirmə sxemi var. Yəni ki, əgər burada müəyyən bir 100, 200, 300%lıq belə deyək də sizə gəlir söz verilən bir platforma yaranıbsa, bu mütləq şəkildə bir şübhə doğrultmalıdır ki, yəni ki, belə şeylər qeyri-mümkündür. Əgər bu cür reklam xarakterli sizin qabağınıza bir post çıxırsa, buradan elə bütün əhaliyə və yaxud da ki, istifadəçilərə demək istəyirəm ki, ilk olaraq bir riskləri nəzərə almaq lazımdır. Əgər bir reklam xarakterli şirkət, hansı ki, dünən yaranıb və yaxud da ki, hansısa böyük şirkətin adından istifadə edirsə, heç bir riskləri vətəndaşlara həmin post çərçivəsində və yaxud da ki, növbəti səhifədə göstərmirsə, bundan yan keçmək, təbii ki, bundan yan keçmək lazımdır mütləq şəkildə. Təşəkkür edirəm. Çox sağ olun.